Salam əziz abituriyentlər. Biz ikinci mövzu sınav imtahanının suallarını müzakirə edəcəyik. Birinci sual modelləşdirmə mövzusunda cədvəllərə aid olan sual tipidir. Bunu cədvəl qurub həll eləməyi bilirik. Yəni daha əvvəl biz bu tip məsələlərdən işləmişik, yadımızda qalıb. Cədvəl qururuq, burada adları qeyd edirik sırayla. Bu tərəfdən lalə gül buketi, qızıl gül dəstəsi və burada digər alına bilən hədiyyələr. Qələmdir, şərfdir, şokoladdır və sonra kim nə alıbsa müvafiq olaraq xanaları üstəgəl və minus, plus minus işarələri ilə doldurub suala həll edirik. Amma bu sualda əgər diqqət etmişdinizsə, belə bir detal var. Bu sinifdə 7 şagird müəllimləri üçün hədiyyə alır və burada bir cümlədə keçir ki, Gülşən qızılgülləri çox sevir və hər kəsin sevdiyini düşünür. Gülşən qızılgülləri çox sevir və hər kəsin də qızılgül sevdiyini düşünürsə, yəni bu o deməkdir ki, o öz müəlliminə də qızılgül almağı planlaşdırır. Çünki müəlliminin də qızılgül sevdiyini düşünür. Əgər Gülşən qızılgül alırsa, sualda aşağıda soruşur ki, hansı şagirdlər gül buketi alıb və kim hansı buketi alıb? Aydın məsələ ki, Gülşən qızılgül alıb. Gülşənin qızılgül olduğu yeganə variant Y variantıdır. Yəni bunun bu formada da indi təsadüfən burada belədir. Yəni bu o demək deyil, imtahanda bütün suallar belə variantla cavab çıxacaq. Burada cədvəl qurmadan da bunu bu formada həll etmək olurdu. İkinci sualımız. Əsası n olan say sistemində m və n-in ardıcıl rəqəmlər olduğu məlumdursa, m-in qiymətini tapın. İxtiyari say sistemində olan ədədləri onluq say sisteminə çevirib tənlik şəklində həll etməliyik. Onun üçün biz ədədlərin üzərini 0, 1, 2, 0, 1, 2 şəklində nömrələyib yazırıq. 5 vurulsun n üstü 2, yəni 5n kvadratı, üstəgəl m vur n üstü 1, yəni mn, üstəgəl 4 vur n üstü 0, yəni 4, çıxılsın 4 vur n üstü 2, 4n kvadratı, üstəgəl m vur n üstü 1, amma qabağında mənfi işarəsi olduğu üçün bu mötərizənin içində toplama idi. Açanda mənfiyə çevrilir. Çıxılsın m-in, çıxılsın 5. Bərabərdir 48. M-nlər getdi, islah oldu. Bu tənliyin həllində n bərabərdir. Plus minus 7 alınır, amma biz bilirik ki, mənfi say sistemi olmur da. Ona görə n-in 7 qiymətini götürürük. N burada 7-dir. M və n rəqəmləri ardıcıl rəqəmlərdirsə, onda iki ehtimal var. Ya m 8-dir, ya da ki m 6-dır. Ki bunlar ardıcıl rəqəmlər olsun. Ya 6, 7, ya da 7, 8. Amma diqqət etsək, m-in yerini biz 8 qoysaq, misal üçün burada 2 ədəd 5, 8, 4, 7-lik say sistemində. Bu imkansızdır. 7-lik say sistemində 8 rəqəmi ola bilməz belə bir şey. Amma 6 ola bilər. 7-lik say sistemində 6. Bəli. Bu variantı silirik. M 6-dır. Üçüncü sual. İnformasiyanın saxlanması. İnformasiyanın saxlanması nə deməkdir? Onu hər hansı bir daşıyıcıda yaddaşa verilmə. Daşıyıcıya yaddaşa verilməsi. İnformasiyanın qəbulu hardansa almaq, informasiyanın emalı, informasiyanın bir şəkildən başqa şəklə, bir formadan başqa formaya çevirmək. Zəhra məsələyə uyğun blok sxem qurur. Məsələnin şərtini oxuyur və ona uyğun sxem, alqoritmi hazırlayır. Bu emaldır. Məsələnin şərtini sözlə oxuyur, amma özü sxemə çevirir onu. 3A. Əslində 3A olsa variantlar gedir, daha rahat olar tapmaq. Amma mən belə gedəcəm. Proqram təminatı haqqında məlumat faylda saxlanılır. Bu informasiyanın saxlanmasıdır, aydın məsələ. Zeynəb bacısının təqdimatına qulaq asır. Qulaq asmaq hardansa informasiyanı almaq, qəbul etməkdir. Yəni 2-yə S. Fərid müəllim sinifə yeni dərs izah edir. Fərid müəllim sinifə dərs danışır. Mən sizə dərs izah edirəm, tutaq ki. Mənim sizə dərs izah eləməyim mənim üçün ötürmədir, sizin üçün qəbul olunmadı, toplanmadı. Burada müəllimin danışmağından söhbət gedir deyə müəllim ötürür. Müəllim ötürücüdür, informasiyanın ötürülməsidir. Bizdə heç ona aid heç nə yoxdur.
Bircə sayı mən burada belə bir səhv buraxmışam. Səhv deyəndə bunu səhv uyğunlaşdırmışam. Bu B, bura uyğun idi, saxlamaz. Buraya yazmalıydım onu. Aha, bu heç birinə uyğun deyil. İnci gün ərzində baş verən hadisələr dəftərinə qeyd edilir. Dəftərində informasiya daşıyıcısını saxlayır, yazır, saxlayır. Bu informasiyanın saxlanması. 1B-yə, 2C, 3A. Dördüncü sual. Birinci rəqəmi cüt olan neçə müxtəlif rəqəmli, üç rəqəmli tək ədəd düzəltmək olar? Yəni, üç mərtəbəmiz var bizim. Yüzlük, onluq, təklik mərtəbələri. Elə eləmək lazımdır ki, burada tək rəqəm olsun, birinci rəqəm cüt olsun, ortada da digər rəqəmlər və rəqəmlər təkrarlanmamalıdır. Bunu düsturla həll eləmək bizə sərf eləməyəcək. Niyə sərf eləməyəcək? Çünki burada əlavə belə deyim də, fərqli, əlavə detallı şərtlər verildiyi üçün burada sadəcə rəqəmlər bir-birinə vurmaqla cavab ala bilməyəcəm. Çünki cüt var, tək var, bunların hamısını nəzərə alasan gerək. Bunu ağac formasında həll edəcəm. Ağac formasında birinci rəqəmin cüt olması lazımdırsa, onda bu ola bilər 2, 4, 6, 8. 2 üzərindən gedəcəm, sonra digərlərində də eyni qaydada. Yüzlük mərtəbəsi 2 olanın onluq mərtəbəsi nə ola bilər? Rəqəmlər təkrarlana bilməz. 0, 1, 3, 2-ni təkrar istifadə edə bilmirəm. 4, 5, 6, 7, 8 və 9. Böyle bir 200, indi təklik. Təklik mərtəbəsi nə ola bilər? 201, 203, 205, 207, 209. Yəni mən burada 5 ədəd yarada bilirəm. Yəni 201, 203, 205, 207, 209. 5 ədəd. 210 neçə? Artıq 1 istifadə olunub deyə mən burada 3, 5, 7, 9 rəqəmlərini istifadə edə bilirəm. 4 dənə. 230 eyni qaydada burada da 1 istifadə edə bilirəm. 5-i, 7-ni, 9-u. 4 dənə alınır. Amma 240-larda burada 2, 4 istifadə olunub. 1, 3, 5, 7, 9, 5-ini də mən istifadə edə bilirəm. Çünki tək rəqəmlərdən heç biri onluq mərtəbəsində istifadə olunmuyor. Onda belə çıxır ki, onluq mərtəbəsində əgər tək rəqəmlər istifadə olunursa, onda təkliyə 4-ü qalır. Amma cüt rəqəmlər istifadə olunursa, o zaman təkliyə 5-i qalır. Eyni məntiqlə burada onda 4 dənə olacaq, yazmalım daha. Burada 5 dənə olacaq. Burada 4 dənə olacaq. Burada 5 dənə olacaq. Burada 4 dənə olacaq. Toplam mənim yaza biləcəyim ədədlərin sayı 40-dır. Mən 400-lərdə də eyni şey eləyəcəm. Dəyişən tək şey bu 2 ilə 4-ün yeri olacaq. Elə bil 400, burada mən 4 yerinə 2 istifadə edə bilərəm, amma yenə də eyni məntiq olacaq da. 4 olanda 5 qoya biləcəm. Ona görə də burada aldığım 40 ədəd, burada da eyni, burada da eyni, burada da eyni. Dördündə də 40, 40, 40, 40 almaq olur. O da bizə toplam 160 belə ədəd verəcək. Bunu uşaqlar düsturla belə eləyiblər. Yəni dərsdə müzakirə eləmişik bu sualı. Deyirlər ki, mən belə elədim. 3 dənə mərtəbə var. Təklik mərtəbəsinə ancaq tək rəqəmlər qoyuram deyə. O da 1, 3, 5, 7, 9, 5 dənə. Sonra bura ancaq cüt qoya bilirəm deyə 4 dənədir. Və 10 dənə rəqəmdən artıq ikisini burada istifadə eləmişəm deyə 8 dənə. Bunu vururlar, cavabı alıblar. Amma bu düstur bu sualın belə deyim də birəbir həlli deyil. Təsadüfən düzgün alınmış cavabdır. Niyə? Çünki fikir verin, biz burada onluq mərtəbəsində 9 dənə rəqəmdən istifadə edirik. Amma burada vuranda 8-ə vururuq. Burada bəzilərinin təkliyində 5 dənə, bəzilərində 4 dənə alırıq, amma burada konkret 5-ə vururuq. Bu təsadüfən cavabın düz alınması deməkdir. Bu sualı düsturla həll etmək üçün gərək sən bura cüt olmalıdır. Bura fərqi yoxdur. Sonunu bir dəfə cütlərə görə 5 götürəsən 5 dənə. Bir dəfə də təklərə görə 4 dənə götürəsən. Ayrı 2 ehtimal kimi hesablayıb sonra onları toplayasın. Ondan ağac üsulu daha rahatdır və daha qarantidir.
Çünki orada səhv eləsən səhvini görməyəcəksən. Amma burada hər şey gözünün qabağındadır. Səhv eləmə şansın azdır. Beşinci sual. Müəyyən bir cihaz ədədi və ya mətn məlumatlarını çevirmək üçün proqrama köklənmişdir. Qısaca girişə verilən 34-dən çıxışda 3 alınır. Eyni məntiqi əməliyyatla 123-dən 6, 66-dan 9, 39-dan 9 və 49-dan da hansı ədəd alınır? Əgər girişdəki ədəddən çıxışdakı qat-qat kiçikdirsə, burada heca sayı ola bilər. Burada rəqəmlər cəm ola bilər. Bəlkə rəqəmlərin hasili belə bir şey ola bilər. Amma rəqəmlər hasilindən görürəm ki, 6 ilə 6 rəqəmlərin hasili böyük olur. 9, 10. Nəsə burada yəqin böyük ehtimalla cəm qaydası olacaq. Toplama olacaq. Baxıram 34-dən mən 3-ü necə ala bilərəm? Rəqəmləri cəmi 7, rəqəmləri fərqi 1. Rəqəmləri hasili 12, rəqəmləri hasili 6, rəqəmləri hasili 36, rəqəmləri hasili 27 və görürəm ki, 12, 3. Hə, deməli 34-ün rəqəmləri hasilini toplayır. 123-ün rəqəmləri hasilini toplayır. 66-nın rəqəmləri cəmini toplayır. 49-un rəqəmləri hasili toplayır. 39-un rəqəmləri hasili toplayır. Və cavab hələ 9 deyil. Deyir ki, sual işarəsi yerinə yazılmalı olan onluq ədədi 8-lik say sisteminə çevirin. Yəni biz almışıq 9. Bu 9 onluq say sistemindədir. Bunu bizdən 8-lik də istəyir. 9-u 8-ə bölürəm. Bir dəfə düşür, qalır 1. Tərisinə 1, 1. 6 nömrəli sual. Kompüterə 7 simvoldan ibarət şifrə təyin edilir. 1, 2, 3, 4, 5, 6, 7. Şifrənin ilk 5 simvolu 16-lıq say sisteminin simvollarıdır. 16, 16, 16. Əgər 16-lıq say sisteminin simvolları istifadə olunursa, onda hər birinin kodlaşdırılması üçün 16 özü 2 üstü 4 şəklində göstərilə bilir deyə 4 bit. Və yadınızdadsa biz demişdik 16-lıq say sistemində bəli, hər bir simvol 4 bitlə kodlaşdırılır. Son 5 simvolu isə ingilis əlifbasının böyük və kiçik simvolları ilə yazılır. İngilis əlifbasında 26 hərf var. Böyük hərflər və kiçik hərflər toplamda 52 simvol edir. 52, 52, 52, 52, 52. Burada simvolların kəsişməsi yarandı. 16 dənə say sistemi, 52 dənə də hərf. Toplam bunların sayını bəlkə də kimsə 68 düşünə bilər. Amma yox. 16-lıq say sistemində 0, 1, 2, nöqtə, nöqtə, 9. 9-dan sonra A, B, S, D, Y, F. Onsuz da bu 52 simvolun ingilis əlifbasının içərisində burada bu 6 din işarə istifadə olunub. Yəni biz həmin 6 din işarəni təkrar bir daha ayrıca saymamalıyıq. Məntiqsizdir. Yəni bizdə 52 dənə hərf yerində və əlavə olaraq 10 dənə də rəqəm 0-dan 9-a qədər. ABC zaten burada var. Yəni 52, 10 dənə də əlavə rəqəm 62. Kəsişmə yerində 62-dir. Və biz indi burada 16 simvol istifadə edirik, burada 62, burada 52. Bunların hər biri üçün ortaq götürə biləcəyimiz minimal kodlaşdırma sistemi 62 simvolun 62-nin də yerləşə biləcəyi 64 simvollu kodlaşdırmadır. Çünki mən 16 götürsəm 62, 52 yerləşmir. 50 neçə götürsəm 60 neçələr yerləşmir. Minimal 2-nin qüvvəti olmalıdır həm də. 62-nin yerləşə biləcəyi 64 və 16 da 52 də bura yerləşəcək. Onda hər bir simvol 6 bitlə kodlaşdırılacaq. Yəni bunların da hər biri 6 bitlə kodlaşır. 6 bit, 6 bit, 7-dən 6 bitin. Toplam bu şifrənin həcmi
42 bitdi. Şərtdə yazır ki, hər bir belə şifrənin kodlaşdırılması üçün mümkün qədər minimal sayda byte istifadə olunur. Yəni bu 42 bit yerləşə bildiyi ən kiçik byte sayında verilməlidir. 42 bit 5 byte keçib. Mən bunun azaldıb nəyisə oradan kəsə bilmərəm də. Mən bunu özündən sonrakına yerləşdirməliyəm məcbur. O da 6 byte. Yəni bir belə şifrənin kodlaşdırılması üçün yuvarlaqlaşaraq 6 byte-a tamamlanmış ölçü olur. Bir şifrə 6 byte-dır. 20 belə şifrə isə 120 byte. 7-ci sualda. Burada diqqətli olmaq lazımdır. A, B, D, S, Y yazılıb. Ya onu qarışdırmayaq burada. Bu A, bu B, bu D, bu S, bu Y'dir. Simvolları Y, A, S, D, B ardıcıllığı ilə yazmaq lazımdır. Y 100, A 0, 0, 0, S 0, 11, D 0, 10, B 0, 0, 1. Sonra aldığımız ikilik kodu 16'lık sayı sistemine çevirməliyik. 16'lık sayı sistemine çevirmək üçün bunu 4-4 ayırırdıq. Və üzərinə yadınızdadsa 8, 4, 2, 1 yazırdıq. Burada 1 alındı. Eyni qaydada burada 13. Yəni də 0 və burada 8, 4, 2, 1 yazanda 4. 4, 0, D, 1. 16'lıq sayı sistemində. 8 nömrəli tapşırıqda. Belə bir yaşayış kompleksi var. 9 binadan ibarət. Və belə bir şəhərcikdir. 7 mərtəbəli binalardır. Hər mərtəbəsində 4 dənə mənzil var. Onda bir binada 28 mənzil var. 9 belə bina dediyi üçün toplam 252 mənzil var. Bu mənzillərin hər birinin qaz sayğacına ikilik sayı sisteminə kodlar yazılmalıdır. Və belə ikilik sayı sistemində 1 və 0-lardan ibarət kodlar. 252 mənzilə çatsın deyə minimum neçə rəqəmli belə ikilik kodlar lazımdır bizə. Əgər ikilik kodlarla işləyiriksə, onların verdiyi ehtimal sayı istifadə olunan 1 və 0-ların sayından asılıdır. Yəni, əgər mən 1, 2, 3, 4 dənə 1 və 0-dan istifadə edəcəmsə, onda 2 üstü 4 sayda 16 fərqli kod yarada bilərəm. Burada da əgər 252 mənzil almalıyamsa, onu mən 256 kimi götürməliyəm. Çünki 2-nin qüvvətləri ilə alınacaq cavablar. 256 almaq üçün bunu 2 üstü 8 kimi göstərmək lazımdır. Yəni, hər birində burada 0 və 1-lərin sayı 8 dənə olmalıdır. 8 dənə 0 birdən istifadə etsəm, mənim ala biləcəyim fərqli ehtimalların sayı 2 üstü 8. 256. 252 mənzilin yerləşə biləcəyi ən kiçik variant budur. Neçə bit, neçə 01 istifadə olunacaq? 8. Doqquzuncu tapşırıq. Sualın şərtində qeyd olunub ki, aşağıda gördüyünüz cədvəl və sxem eyni şəhərlər arasındakı əlaqələri göstərir, lakin qarışıq şəkildə qurulmuşdur. Yəni, burada gördüyün A, bilmirsən ki, burada hansı məntəqəyə aiddir? 5-ə, 3-ə, 4-ə və s. Necə uyğunlaşdıracaq? Qonşu sayına görə. 6 qonşusu var, 2 qonşusu var, yəni çıxan xəttlərə görə baxıram. 2 qonşusu var, 4 qonşusu var, 3 qonşusu var, 3 qonşusu var, 2 qonşusu var. A-nın C.
İndi burada da qonşuları necə təyin edirəm? Məsələn, M1-dən M3-ə yol var, M5-ə yol var, M7-yə yol var. Yəni avtomatik bunun 3 qonşusu var deməkdir. Bunun 2 qonşusu var, bunun 5, bunun 3, 2, 3 və 4. 3, 2, 5, 3, 2, 3, 4. Burada ən rahat seçilən təpə S təpəsidir. 6 qonşusu var. 6 yox uşaqlar, 5. Üzr istəyirəm. 5 dənə. 1, 2, 3, 4, 5 dənə. 5 qonşusu olan təpə M3 təpəsidir. 1, 2, 3, 4, 5 dənə təpə ilə qonşudur. Bu S-dir. S təpəsinin qonşu olmadığı tək təpə K-dır. Birbaşa əlaqəsi yoxdur. Birbaşa əlaqəsi yoxdur M5 təpəsinin, onda o K-dır. Sonra 4 qonşusu olan təpə Y təpəsidir. 4 qonşusu olan Y. K təpəsinin 2 qonşusu var. Biri Y-dir, biri F-dir. K təpəsinin 2 qonşusu var. Biri budur, M1. Biri də budur, M7. M7-nin Y olduğunu tapmışam. Onda M1-in də F olduğundan əmin ola bilərəm. Bildiniz hardan bildim? K-nın 2 qonşusu var. Biri budur, biri budur. Biri Y-dirsə K-nın qonşu olduqları var. 25-37 yazılır. Biri bu Y-dirsə, bu birisi də F-dir. Bunu da tapdıq. Bunun 3 qonşusu var idi. Həm də burada mexaniki bir səhvə yol vermişdi. İndi isə B təpəsi. B təpəsi 2 qonşusu olan təpədir, hansını ki hələ tapmamışıq. Tapmadığımız 2 qonşusu olan təpə bir dənə M2-dir. Bu B-dir. Lazım gələrsə, mən bunu axıra qədər həll edib A-nı, D-ni tapa bilərəm. Amma niyə ehtiyac yoxdur? Çünki bizdən sualda A və D təpələri arasındakı yolu soruşur. A və D təpələri biri M4, biri M6-dır. Fərqi var ki, bu M4, bu M6 olsun, ya da bu M4, bu M6 olsun. Onsuz da M4-dən M6-ya qədər olan məsafə lazımdır bizə. 39. Lazım gəlsə necə həll edərdik? B-nin biri qonşusu budur, o biri qonşusunu taparıq. Yerdə qalanda D olacaq. Yəni elə bir ciddi zaman fərqi yaratmır, amma bir neçə saniyə qənaət eləmək olar. 10-cu sual. Bizə belə bir cədvəl informasiya modeli verilib. Deyir ki, turist səhər saat 8-də Sehirli adlı ölkənin Meşəli adlı şəhərinin avtovağzalına gəlib, orada belə bir hərəkət cədvəli görür. Marşrutun yola düşmə vaxtı, çatma vaxtı və s. Bu adam Meşəli şəhərindədir. Meşəli şəhərindən Səhralı şəhərinə getməlidir. Meşəlidən cəmi 3 qatarla yola düşə bilər bu. Əgər Meşəlidən Dənizliyə 07:45-də çıxıb 08:55-də çatsa və sonra Dənizlidən 09:15-də çıxıb Səhralıya 10:30-da çatsa, əslində elə cavab var. Amma diqqət eləmək lazımdır ki, biz Meşəlidən Dənizliyə 07:45-də çıxmağı nəzərə aldıq burada. Amma turist 8-də gəlir. Yəni onun 07:45 vaxtındakı avtobusa minmə kimi şansı yoxdur. Bu yanlış cavabdır. Başqa məsələn, Meşəlidən Səhralıya birbaşa gedən avtobus var. 09:15-də çıxır, 11:45-də çatır ki, o da cavabda var. Sadəcə əmin olmalıyıq ki, bundan daha qısası varmı? Daha tez olanı varmı? Bir dənə hal qaldı da. Meşəli Çəmənli 09:20-də minir, 10:30-da Çəmənliyə çatır və 10:40-da təzədən Çəmənlidən çıxır, 11:40-da Səhralıya çatır. 11:40-da, yəni Səhralıda olmaq olar. 11:45-dən daha tez variant var. Səhv deyil, düzdür, amma ən tezi budur. Cavab C.
11-ci sualda verilmiş ədədlərdən hansı ən böyükdür? Bir-bir nömrələyib onluq say sisteminə çevirib müqayisə eləyə bilərik və yaxud da ki, ikili say sisteminə də çevirib müqayisə eləyə bilərik. Lakin burada 32-li say sistemi var. Yəni məntiqlə əgər bunu ikiliyə çevirirsənsə 4, 4, 8, 4, 2, 1-lə çevirirsən. Burada 3, 3, 4, 2, 1-lə, burada 5, 5 olacaq. 16, 8, 4, 2, 1-lə, amma bundan daha rahatı onluğa çevirib bir-bir müqayisə eləməkdir. Ən böyük ədəd olacaq bu. Aşağıda verilmiş xidməti proqramlardan hansı diskin vəziyyətini təhlil edir, zədələnmiş sektorları müəyyən edir və xətaları aradan qaldırır. Diskdəki səhvləri tapıb aradan qaldırmağa çalışan proqram ScanDiskdir. Disk defragmenter səpələnmiş hissələri bir araya gətirir, arxivləşdirmə, antivirus, əməliyyat sistemi. 13-cü sualda biri digərinin tərkib hissəsi olan texniki vasitələr böyükdən kiçiyə doğru sıralayın. Aydın məsələdir ki, burada 5-ci skaner və 6-cı plotdur. Biri digərinin hissəsi olmayacaq heç vaxt. 5 və 6-nın cavab variantlarını silsək, cavab əslində alınır. Sistem bloku, sistem blokunun içərisində sistem lövhəsi yerləşir. Belə şaqil vəziyyətdə. Sistem lövhəsinin üzərində, məsələn, burada prosesordirsə, burada əməli yaddaşın qoşulması üçün slot yerləşir. DDR slotu. Və bu slota RAM qoşulur. Yəni, slot sonra RAM. Cavab C. 3, 2, 4, 1. 14-cü sual. Onluq say sistemində 1120 verilib. Deyir ki, bu ədədin üzərinə hansı ən kiçik ədədə əlavə eləmək lazımdır ki, alınan yeni ədəd yaddaşda bir bit daha çox yer tutsun. Aydınlaşdıraq ki, 1120 ədədi özü yaddaşda neçə bit yer tutur? İki variant var. Ya bunu mən ikili say sisteminə belə-belə çevirim, belə-belə gedim. Ondan sonra sayım görüm orada neçə 0, 1 var. Amma bir-bir çevirib bölməmək üçün daha qısa, sadə bir yol demişdim sizə ki, həmişə də onluq say sistemində işləyir. Ədəddən dərhal sonra gələn 2-nin ilk qüvvəti hansıdırsa, bu ədəd o qədər rəqəmli bir ədəd olacaq ikili say sistemində. Yəni 1120-dən sonra gələn ilk 2 üstü nə var? 1120. 1024-ü keçib, ondan sonra 2048 gəlir, 2 üstü 11. Yəni, bu ədədi sən belə-belə get, ikili say sisteminə çevir, 11 rəqəmli ədəd alınır. 11 rəqəmli ədəd elə 11 bit deməkdir. Deyir ki, bu 1120-nin üstünə ən azı neçə gəlməyə lazımdır ki, alınan ədəd 12 bit olsun. Üstünə ən az neçə gəlməliyim nə demək? Yəni, mən tapmalıyam ki, 12 bit ola biləcək ən kiçik ədəd hansıdır ümumiyyətlə? Məsələn, 1500, yenə də bundan sonra 2048 gəlir. 211 də yəni. 2047 özü desən, yenə də 2047 də 11 bitdir. 11 rəqəmlidir. Amma 2048-in özü artıq özündən sonra gələn qüvvət 12 bit. Yəni mən 1120-dən 2048 almalıyam. 1120-dən 2048 almaq üçün üzərinə 928 gəlmək lazımdır. 15-ci sual, riyazi məsələ. Müəyyən kodlaşdırma sistemində yaradılmış mətn faylının hər bir sətr simvolunda 16 bitdən istifadə olunur. 16 bitdən istifadə edən kodlaşdırma Unicode. Orada bir simvol 2 baytdır. Ya da 16 bit hansı istəyirsənsə. Fayllar 4 qovluqda yerləşdirilir. Bir qovluqda bir fayl olmaq şərti ilə. 4 qovluq var.
Hər qovluqda bir fayldır. Və yazıb ki, hər qovluğun informasiya həcmi özündən əvvəlki qovluqdan 2 dəfə böyük olur. Yəni bu x-dirsə, özündən sonra gələn 2x-dir. 4x-dir. 8x-dir. Bunların hamısının toplam həcmi 30.720 baytdır. Burada alırıq ki 15x bərabərdir buna. X bərabərdir 2048 bayta. Bu 2048 baytdır. Bu 4096 baytdır. Bu 8192 bayt. Bu isə 16384 baytdır. İşte bunların cəmi doğrudan da bunu verir. Amma sual başqadır. İkinci və dördüncü, yəni söhbət bundan gedir. Bir də bundan gedir. Oradakı məlumatın neçə bayt olmasını demir ha. Neçə simvol var deyir. Bir simvol 2 baytdırsa, onda 4096 baytın içində 2048 simvol var belə çıxır. 2048 simvol hərəsi 2 baytdan 4096 edir. Eyni ilə burada da 16384 bayt olması üçün onda orada 8192 simvol var. Hərəsi 2 baytdan olur 16384. İkinci və dördüncü səhifələrdəki simvol sayı. 16-cı sual şəkildə verilmiş düymələr hansı qrupa aiddir? Home, end, page up, page down, bir sətr yuxarı, bir sətr sətrin əvvəlinə, sətrin sonuna, bir ekran yuxarı, bir ekran aşağı, hətta aşağı yuxarı, sağ, sol ox düymələrini də misal çəkə bilərdik. Bunlar kursoru idarə edən düymələrdir. 17-ci sual. Monoxrom və high color. İki fərqli qrafik təsvir var. Birlikdə həcmləri 119 megabaytdır. Bu təsvirlərdəki piksellərin sayı bərabərdir. Bunda nəzərə alaq. Gəl baxaq. Monoxromda çəkilmiş şəkil ölçüləri bilinmir. En və uzun götürdüm XY. XY ilə kodlaşdırılan və bir piksel bir bitlə kodlaşdırılan bir şəkildir. Yazılıb monoxrom bir bitlik. High color isə eyni piksellərin sayı, lakin burada bir bit yox, 16 bit. Bunların yaddaşları arasındakı münasibət nədir? Bu K-dır, bu 16 K-dır. Yəni bunun həcmi, cavabı bundan 16 dəfə çoxdur. Mən bunu K ilə işarələdim. Deyir ki, bunların toplam K və 16K, bunların cəmi 119 megabaytdır. Bunu tənlik kimi həll eləsək, K üstəgəl 16K bərabər 119, K bərabərdir 7. 7 megabayt. Onda 16K olacaq 112 megabayt. Sual, bu şəkillərin həcmləri arasındakı fərq neçədir? 112 çıx 7. 105'dir. 18-ci sualda, məsələn, kiçik bir şey olsaydı, belə deyim də, A, B, C deyək. 3 təpə olanda biz bunun cədvəlini necə qururuq? A, B, C, sonra burada A, B, C. Və bu cədvəldə neçə xana olur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Niyə 9 dənə? 3 təpə var və indi çöldəkiləri ABC-ləri saymıram da. İçəridə 3-ün içə belə bir yer qalır. 9 xana. 10 dənə olsa onun ona 100 dənə. İndi burada deyir ki 15 təpə var. 15 təpə varsa onda cədvəlin içərisində boş xanaların sayı. 15-in 15-ə. 15 təpə var burada. 15-in 15-ədirsə bu cədvəldə 225 xana var.
Yolların sayına gəlincə 1, 2, diqqətli olmaq lazımdır burada. 3, 4, 5, 6, 7, 8, 9. Əgər səhv saymadımsa. 9 dənə buradadırsa, bu tərəfdə onun güzgəçisidir, simmetriyası. 9, 9, 18, bu da 20. 21, 22 bunlar saymadım heç. 22 yadda saxlayaq. 23, 24, 25, 26, 27 bu yol. Və 28 yox, mən səhv saydım, nə deyəsən. 19, 20, 22, 23, 24, 19, 20 yayında uşaqlar. Bu tərəfdə 9, 9, 18, 19, 20, 21. 1, 2, 3, 4, 5, 6, 21 bu da 6. 27 dənə yol var. Fikrim bir an dağıldı. 27 dənə xət var burada. Bir yol həm bu təpədən bu təpəyə gedişi, həm də bu təpədən bu təpəyə qayıdışı göstərir. 27 gediş, 27 qayıdış. O demək ki, cədvəldə xanalarda gedişlərə 1, qayıdışlara da 1 qoyulacaq. Yəni 27 dənə bir gediş, 27 dənə bir qayıdış. 54 dənə 1 deməkdir bu. Bəs bunların 225 dənə xananın 54-ndə 1 yazılanda neçəsində 0 yazılır? 171-nə yerdə qalanlar 0-la doldurulur. Sual bitmədi elə. Bunların birlərin sayı ilə sıfırların sayının fərqi nə qədərdir? Yəni deyir ki, birlərin sayı sıfırların sayından nə qədər azdır? Bunların fərqi nə qədərdir? 117. 19-cu sualda translyatorlar hansılar ki proqramlaşdırma dilində yazılmış ilkin proqramı kompüterin anlayacağı maşın dilinə çevirir. Onlar translyatorlar adlanır. Onların iki növ var. İnterpretatorlar proqram kodunu sətir-sətir oxuyan və kompilyatorlar bütöv şəkildə oxuyub maşın dilinə çevirən. 20-ci sualda qovluqda fayllar verilir və onların həcmləri. Qovluqdakı qrafik faylların həcmi digər faylların həcmindən neçə kilobayt çoxdur? Əvvəla baxaq görək burada qrafik fayllar hansılardır? Arı.png. Bu .mididir, bu bizi çaşdırmasın. Qrafik fayl deyil. Meymun qrafik fayldır. Dovşan qrafik fayldır və it qrafik fayldır. Bunların həcmi deyir. Digərlərinin həcmindən bəs nə qədər çoxdur? Digərlər deyəndə yəni budur. Bir də budur. Başqa var? Yox. Əvvəl qrafik faylların həcmini hesablayaq. 3 megabayt arıdır. 512 kilobayt meymundur. 1533 kilobayt dovşandır. 3072 kilobayt ittir. Bunların hamısının cəmi bu bir də megabayt olan burada. Bunu çevirək kilobayta. Bu eləyir 3072. İndi hamısı kilobayt. Deməli oradan 3072 üstəgəl 512 üstəgəl 1533 üstəgəl 3072. Bu 8189 kilobayt. Amma digər fayllar 1,5 megabayt budur, 2 megabayt budur. 3,5 megabayt eləyir. Düzdür? 2 megabayt nə qədər? 1,5 megabayt 1, 2 megabaytda 1, 3,5. 3,5 megabaytımız eləyir 1024-ə vurub kilobayta çevirsin. 3584. Nə qədərdir bunların fərqi deyir? 4605. Lazer printerində 120 dəqiqə ərzində 6000 səhifə çap olunursa, bu printerin sürətini müəyyən edin. Əslində bunu buradan bilə bilərdik ki, zərbsiz printerdə çap sürəti ppm ilə ölçülür.
Amma matrisdə, zərbli printerdə characters per second. ppm ilə olan yeganə cavab onsuz da D variantıdır. 120 dəqiqə ərzində 6000 səhifə çap olunubsa, deməli 1 dəqiqədə 50 səhifə çap eləyir. 50 page per minute. 22. Unicode standartı ilə kodlaşmış mətn faylının həcmi 192 kilobaytdır. Bu 192 kilobaytlıq faylın x ədəd səhifəsi var. Hər səhifəsində 4096 simvolu var və onlar da Unicode standartına görə 2 baytla kodlaşdırılıb. Buradan səhifə sayını tapmalıyıq. X bərabərdir 192 kilobaytı. Yazıram 192 vurulsun 2 üstü 10 bayt bölünsün. Bu tərəf onsuz da baytlandır. 2 üstü 12-dir ki 2 üstü 13 bayt. Tərəf-tərəfi böləndə 24 səhifə alınır. 24 səhifəlik faylı biz 25% arxivləşdirsək, onun həcmi 192-nin 1/4 qədərini itirəcək. Düzdür? O da nə qədər eləyir? 48 kilobayt çıxılır da. 144 qalacaq. Amma tərkibində olan simvol sayıdır, sətir sayıdır, səhifə sayıdır. Tərkiblə bağlı heç bir əskilmə heç vaxt ola bilməz. Fayl arxivləşəndə yalnız onun həcm dəyəri azalır. Amma digər şeylər olduğu kimi yerində qalır. Yəni bunun 24 səhifəsi var idisə, arxivləşmədən sonra yenə də 24 səhifəsi yerində qalmalıdır. Xidməti proqramlara nələr aiddir? Əvvəla yada salaq ki, sistem proqramları özləri də bölünürdü əməliyyat sistemlərinə və utilitlərə, yəni xidməti proqramlara. Bunları istəyir bizdən. Bu əməliyyat sistemidir, xidməti deyil, xidməti bunlardır, utilitlər. Disk və fragmenter utilitdir. McAfee antivirus utilitlərdir. Pascal proqramlaşdırma dili, o gedir proqramlaşdırma alətlərinə. Heç sistem proqramı deyil. Disk cleanup utilitdir. Diski lazımsız fayllardan təmizləyir. Oracle verilənlər bazası ilə işləmək üçün proqramdır. Tətbiqi proqramdır. Sistem proqramı deyil. WinRAR utilitdir. Arxiv proqramı. Və Scribus nəşriyyat sistemidir. O da tətbiqi proqramdır. 2, 3, 5, 7 cavab. Bu ədədi Rum say sistemində Rum ədədlərini yazmaq lazımdır. Bir şey unutmayın ki, ədədi onlovdan Rum say sisteminə çevirib yazanda bu ədəd mərtəbə təsvir olunmalıdır. Yəni 1000, sonra 700, sonra 90, sonra da 2. Belə bir 8 simvollu ədəd alınır. Deyir ki, burada neçə fərqli simvoldan istifadə olunur? 1, 2, 3, 4 və 5. 5 fərqli simvoldan istifadə olunur. Şəkildə şəhərləri birləşdirən yolların sxemi göstərilib. Hər bir yolla yalnız ox istiqamətində hərəkət eləmək olar. A-dan M-ə neçə müxtəlif yolla gedə bilərik? A-dan gedə bilirik B-yə bir yolla. A-dan gedə bilirik C-yə bir yolla. Niyə F-ə 1 yazmıram? Çünki F-ə hələ B var, D var, L var. Pillə-pillə gəlməliyik. K-ya bir yol C-dən gəlir, bir yol A-dan gəlir. 2 olur. L isə biri C-dən, ikisi K-dan 3 yol olur. Yəni belə deyim də A-C-L, A-C-K-L, A-K-L. 3. Sonra D-yə bir yol və indi F-ə. Bir yol D-dən gəlir, bir yol B-dən gəlir, bir yol A-dan gəlir, bir yol C-dən gəlir, 3 yol L-dən gəlir. 7 yol. D-dən Y-yə bir yolla gedirik. L-dən N-ə 3 yolla gedirik. Yəni elə bil A, C, L, N
A, S, K, L, N, A, K, L, N də bu yolları yazmırıq, rəqəmlə işləyirik, toplayırıq onları getdikcə. İndi emə bir yol buradan, bir yol buradan, sonra 7 yol buradan, 3 yol buradan, 3 yol buradan. Bu toplam eləyir 15. A'dan emə 15 yolla gələ bilirikmiş. 26-cı sual. Bir saniyə. Davam edirik. Video mübadilə portları. Sistem lövhəsinə belə bir video plata qoşulur. Bu video platanın üzərində 3 dənə əsas 3 dənə olur. Video mübadilə portları olur. Biri olur HDMI, biri olur DVI, biri olur VGA. Yəni bu sualın cavabı 1, 2, 3'dür. Lap buna buradan da baxa bilərik. Video. Baxın. VGA, HDMI, DVI. Adətən DVI ağ rəngdə olur. İndi biraz təzələrində rəngi falan başqa fərqli qoyurlar. Bu heç video mübadilə portu deyil. Belə də yəni elə ən ideal şəkil budur. 27. Kompüter resurslarının idarə olunması, kompüterin işinin idarə olunması əməliyyat sistemləri tərəfindən yerinə yetirilir. Onların sistem proqramlarıdır. Müəyyən sinif məsələlərinin həlli, yəni konkret məsələlərin həlli, B ilə C eyni cümlələrdir. Bunlar tətbiqi proqramların funksiyasıdır. Müxtəlif proqram məhsullarının yaradılması, yəni yeni proqramlar yaratmaq, proqramlaşdırma alətləridir, instrumental proqram vasitələri, tətbiqi proqramların işləməsi üçün mühit yaratmaq. Bu əməliyyat sisteminin işidir. Yadınızda demişdik, BIOS əməliyyat sistemini işə salır, əməliyyat sistemi isə proqramların işləməsi üçün bir mühit, bir şərait yaradır. Əməliyyat sistemləri sistem proqramlarıdır. Uyğunluq bu qaydada olmalı idi. 1A-Y, 2B-S, 3D. 28 nömrəli sual. Yazılı tapşırıq. Biz bunu iki yolla eləyə bilərik. İkili say sisteminə çevirib, toplayıb, sonra 3-3 ayırıb 8-liyə də çevirə bilərik. Və yaxud da ki, elə birbaşa 8-lik say sistemi kimi toplayıb yaza bilərik. 8 üstü 6, hər şey 8 üstünə gətirəm ki, 8-liyə çevirəcəm. Üstə gəl. 16 üstü 4, bu 2 üstü 16-da axı. Onu 2 vurulsun 8 üstü 5 yaza bilərəm. Bu 2 üstü 15, o da 2, 2 üstü 16 oldu, bəli. 4 üstü 5, o da 2 üstü 10'dur. 2 üstü 10'u da belə yaza bilərəm. 2 vurulsun 8 üstü 3. Ya mən bunu belə yaza bilərəm. 8 üstü 6'nı 8'liyə çevirsəm, 1 yanında 6'dan 0. Üstə gəl 2 yanında 5'ten 0. Üstə gəl 2 yanında 3'ten 0. Belə toplaya bilərəm. Ya da ki 8 üstü 6 özü əslində 1 vur 8 üstü 6'da. Bu hansı ədəddir ki, indeksində 8 yazılan? Onun üstünə 0, 1, 2, 3, 4, 5, 6 nömrəliyib vurub açanda bunu verəcək bizə. 1 vurulsun 8 üstü 6. Üstə gəl. 2 vurulsun 8 üstü 5. Sonra 2 vurulsun 8 üstü 3. 2 vurulsun 8 üstü 3. Qalanlar yoxdur.
Neçə rəqəmli ədəd alınır? Deyir, 7 rəqəmli ədəd alınır. Cavabımız budur. Yəni, müxtəlif yollarla gedə bilərik. Hamısı onsuz da eyni məntiqə gəlir. Kamera 2:12 rəng palitrasından istifadə etməklə eni, uzunu olan, bu ölçülərdə olan şəkillər çəkir. Bir şəklin həcmini gəlin hesablayaq. Bir şəkil. Bir şəklin həcmi nə qədər olur? Deməli, 1280-i, bunu biraz qısa yazın ki, yerləşsin də. Aha, 1285 vur 2 üstü 8-dir. 1024 üstü 10'dur. Vurulsun, biz həmişə rəng məsələlərində rəng çalarlarının özünə yox, bu dərinliyə buna vururuq, 12 bitə. O da 3 vurulsun, 2 üstü 2 bit. 5 vur 3, 15 vurulsun, 2 üstü 20 bit. Bu bir şəkil. Sonra gör nədir? Bu şəkillər birləşir, paket şəklində yığılır. 3 dənə, 5 dənə, 10 dənə, 100 dənə şəkil bitişib bir paket şəklində kompüterin yaddaşına göndərilir. 5 vurulsun 220 bit bölü saniyə sürəti ilə və ən böyük paket, ən çox 256 saniyə ötürülə bilər. Yəni, bir paketin ötürülməsi üçün ən çox 256 saniyə vaxt tələb olunur. O deməkdir ki, yəni daha az vaxt aparan paketlər var, amma ən çox vaxt aparan, yəni ən böyük paket 256 saniyə ötürülür. Əgər hansısa bir böyük paketin ötürülməsi üçün 256 saniyə vaxt lazımdırsa, sürət də budursa, bir paketin maksimal həcmini hesablaya bilərikmi? Bəli. Olacaq 5 vurulsun, 2 üstü 22 vurulsun 2 üstü 8, yəni 2 üstü 30 bit. Elə bir S bərabərdir VT kimi. V də var, T də var. Gedilən yolu, yəni ötürülən paketi tapdıq. Biz tapdıq ki, paketdə maksimum bu boyda yaddaş həcmi ola bilər. Bəs görürsən, bu paketə neçə dənə şəkil yerləşər? Həmin sayı tapmaq üçün paketin yaddaş ölçüsünü, həmin paketdə olan bir şəklin bölməliyik. Bu da tərəf-tərəfi böləndə 1024 bölü 3, 341 tam onda neçə sayılır? 341 tam şəkil yerləşir paketə. Və 30 nömrəli sual. Sualın şərtində istəyir ki, aşağıda verilmiş qrafın qonşuluq matrisini dolduraq. Matrisin sətirləri yolların olub-olunmasına görə soldan sağa doldurulmalıdır. Belə yox. A təpəsindən özünə D-yə və Y-yə yol var. Özünə, D-yə, Y-yə. B təpəsindən yalnız C-yə. C təpəsindən A-ya, D-yə. D təpəsindən bir dənə B-yə. Y təpəsindən bir dənə D-yə. F-dəki yalqızdır. Qalanlar sıfırla tamamlanır. Qonşuluq matrisini doldurub tamamlayırıq. Sonra şərtdə qeyd eləmişəm ki, qonşuluq matrisindəki sətirləri yuxarıdan aşağıya doğru ardıcıllıqla yan-yana düz. Yuxarıdan aşağıya nə demək istəmişəm orada? Sətirlər. Burada 6 dənə sətir var. Götür bu sətirləri yan-bayan yaz. Amma hansı sıralama ilə? Bəlkə kimsə birinci bunu, sonra bunu, sonra bunu, sonra bunu yazmaq istər. Yox. Birinci A sətri, sonra B sətri, sonra C. Yəni yuxarıdan aşağıya olan ardıcıllıqla bu sətirlər götür yan-bayan düz. Düzək.
A sətrini yazıram. 1001, 10. 1001, 10. B sətri. 0, 0, 1000. 0, 0, 1000. C sətri. 1001, 0, 0. 1001, 0, 0. D sətri. 01, 4'ten 0. 01, 4'ten 0. Y sətri. 3'ten 0, 100. 3 tane 0, 100. F boştu tamamıyla. 6 tane 0. Ümidvaram düz yazdım. Ve daha sonra bunu dir 16'lı say sistemine çevirin. Markerin rengini değişin, karıştırmayın. 16'lı say sistemine çevirmek için bunu 4 4 ayırıp 8 4 2 1 yazmalıyıq. Burada 0 alınır. Bunu da 4 4 ayıranda 0 0 0 0 yazdım. Burada 0 niye? 0 değil, 1'dir. 8 4 2 1 var idi. Bir xəttin yanına düşüb gözümdən qaçır. Burada da 1 var. 9. Burada da 1 var. İtirmeyək. 8 8 və 9. Bu bizim aldığımız 16'lıq say sistemindeki ədəddir. Baxaq görək başqa nə istəyir. Bu 16'lıq say sistemi çevrilmiş ədədindəki tək rəqəmlərin sayını tapın. Burada neçə tək rəqəm görürsən? 1, 2, 3, 4. Bu qədər.